Azərbaycanda ilk insan dəstələri nə vaxtdan məskunlaşmağa başlayıb? 1,5 milyon il əvvəldən. Düzdür. Azərbaycanda hansı mağaralar var, hansı bölgələrdə? Deməli, Qarabağda Azıq və Tağlar, Mingəçevirdə qazma var, Lerişdə Büzeyir var. Hə, Lerişdə Büzeyir var. Sonra Qazaxda Daşsalahlı və Damcılı var, bir də Borsalı var. Nə var? Borsalı idi səhv eləmirəmsə. Qazaxda Baba Dərviş var, o Tunc dövründə. Aha. Sonra Kəlbəcərdə Zar mağarası var, düzdür. İbtidai icma quruluşu neçə dövrə bölünür? Daş dövrü, Tunc dövrü və Dəmir dövrü. Aha. Bəs deməli daş dövrü özü hansı mərhələlərə bölünür? 3 dövrü. O da alt paleolit, orta paleolit. Yox, daşın özü hansı mərhələlərə bölünür? Sonra paleolit hansı mərhələlərə bölünür? Paleolit, mezolit və neolit. Aha. Paleolitin mərhələləri hansılardır? O da 3 dövrə bölünür, alt, orta, üst. Bəs Tunc hansı mərhələlərə bölünür? O da erkən, orta, son. Düzdür. Alt paleolit nə vaxt başlayıb, nə vaxt bitib? O 100 min il əvvəldən başlayıb. 100 minə qədər. 100 minə qədər. İnsan yarandı, bacarıqlı ondan başladı. Orta paleolit 100 min il əvvəldən 35 minə qədər. Düzdür. Üst paleolit 35-dən 12-yə qədər. Aha, indi bu üçünü sual cavab eləyək. Hansı dövrdə ulu icma yarandı? Ulu icma alt paleolitdə yaranır, orta paleolitə qədər davam eləyir. Orta paleolitdə mövcud olur, amma üst paleolitdə qəbilə icması yaranır. Düzdür. Axirət dünyasına inam və təbiət qüvvələri ilə bağlı dini təsəvvürlər hansı dövrdə formalaşdı? Axirət dünyasına inam alt paleolitdə var idi. Orada necə formada? Sadəcə ilk dini inanclar. İlk dini inanclar vardı, amma təbiət qüvvələrinə inam və s. burada Orta Tuncda yaranmışdı. Orta Tunc, orta paleolit. Orta paleolit. Orta paleolit. Hansı dövrdə Neandertallar yarandı? Orta paleolit. Ağıllı insan Homo sapienslər? Üst paleolit. İlk əmək alətləri hansı dövrdə yaranıb? O da alt paleolitdə yaranıb. Sivri daş, yerqazan çubuq, dəyənək. Aha, düzdür. Bunlar. Bəs desəm ki, insanlar hansı dövrdə çayın digər sahilinə keçmək üçün sallar düzəldirdilər? Üst paleolitdə. Üst paleolitdə, düzdür. Yaxşı, bəs hansı dövr Quruçay mədəniyyət dövrü adlanır? Alt paleolit. Alt paleolit dövrü hansı mağara əsasında öyrənilir? Azıq mağarası əsasında. Azıq mağarası harda yerləşir? Qarabağda, Kəlbəcər ətrafında, amma Füzuli şəhər yaxınında Xocavəndin ərazisində. Aha. Bəs desəm ki, hansı dövrdə ana xaqanlıq yarandı? Üst paleolit. Rabitəli nitq yarandı? Üst paleolit. Düzdür. Ovçuluq və yığıcılıq yarandı? Ovçuluq və yığıcılıq alt paleolitdə var idi. Düzdür. Azıq mağarasından 700 min il bundan əvvəl aid nələr tapılıb? Deməli, birinci at çənə sümüyü qıza aid tapılmışdı, 18 yaşlı qıza aid. Sonra kəllələr tapılmışdı, ay kəllələri, onun üstündə cızma qara tapılmışdı, heyvan sümükləri tapılmışdı, qalıqlar tapılmışdı, ocaq izləri tapılmışdı. 700 min bundan əvvəl sırf ocaq izi, belə. Bəs at çənə sümüyünü kim nə vaxt aşkar eləyibdi? Məmmədəli Hüseynov. Hüseynov, aha. Neçənci ildə? 1938 olmalı. 68. Musiya mədəniyyət dövrü? Musiya mədəniyyət dövrü orta paleolitdir. Orta paleolit, düzdür. Bəs desəm ki, ulu icma yoxsa qəbilə icması hansı daha mütəşəkkil olubdu? Ulu icma tez-tez dağılırdı, heç vaxt bir arada olmurdu. Bir-birindən yəni bir arada ola bilmirlər, tez-tez dağılırdı. Amma qəbilə icması ancaq bir arada olurdu deyə qəbilə icması daha mütəşəkkil. Doğrudur. Təbii və süni od nə vaxt yaranıb? Təbii od. Təbii od alt paleolitdə var idi, amma süni od orta paleolitdə yaranır. Düzdür. Bu belə problem yoxdur bunlarda. Mezolit dövrü nə vaxt başlayıb, nə vaxt bitib? Bir dəqiqə, 12-dən 8-ə qədər. 8-ə qədər. Neolit? 8-dən 6-ya qədər. Eneolit? 6-dan 4-ə qədər. İndi bu üçünü sual cavab eləyək. Ox və kamanın kəşfi? Mezolit. Tox əkinçiliyinin yaranması? O neolitdir. Bəs tox əkinçiliyinin daha da inkişaf etdiyi dövr? Eneolit. Düzdür. Hansı dövrdə mikrolit əmək alətləri yarandı? Mezolit. Düzdür. Hansı dövrdə əhali oturaq həyata keçdi? Neolitdə. İlk metal kəşf olundu? Mis, o da eneolitdə. Eneolit dövründə. Hansı dövrdə toxuculuq, duluzçuluq, dəri işləmə yarandı? O neolit inqilabı hesab olunur deyə neolit. Düzdür. Hansı dövrdə heyvanların əhəlləşdirilməsinə başlandı? Neolitdə yox. Mezolitdə başlanılır, eneolitdə bitir. Düz. Yaxşı, bəs desəm ki, istehsal təsərrüfatına keçidin əsası hansı dövrdə qoyuldu? İstehsal mezolitdə qoyulur. Bəs nə vaxt yarandı tam olaraq? Neolitdə yaranır. Düzdür.
Hansı dövrdə ovçuluq və balıqçılıq ikinci dərəcəli peşəyə çevrildi? Ovçu və balıqçılıq. Neolit. Bunu nə ilə əlaqələndiririk? Bax, ox və kaman mezolikdə yarandı. Demək, oxçuluq daha da inkişaf eləyəcəkdir və bu neolitdə davam eləyəcək. Amma neolitdə sənətkarlığın əsası qoyulduğuna görə, demək, neolitdə daha çox sənətkarlığa önəm veriləcək. Məsələn, əkinçilik, maldarlığa önəm veriləcək. Ona görə ovçuluq və balıqçılıq burada ikinci dərəcəli peşəyə çevriləcəkdir deyirik. Yəni neolitdə, Eneolitdə ikinci dərəcəyə çevrilir. Hansı dövrdə möhrə evlər yaranırdı? Həmçinin evlər dairəvi formada, çiy kərpicdən inşa olunurdu. Eneolitdə. Bəs desəm ki, hansı dövrdə ölüləri dəfn edərkən məişət əşyaları qoyurdular ölülərin yanına? Neolitdə. Məişət əşyaları. Mezolitdədir. Düzgün yadmışdım. Burada yazmışdınız mığlarla əlaqələndir. Sağ ol ki, endən yadda saxlamışdıq. Hansı dövrün abidəsi içərisində Tovuzda Göytəpə, Ağcabəddə Kamiltəpə yaşayış məskəninin adını çəkə bilərik? Bir dəqiqə. Tovuzun Göytəpəsi, Ağcabədin Kamiltəpəsi. Bu hansı dövrdür? Hətta demişdik ki, Göytəpədən maraqlı bir oraq tapılıb. İndi bu hansı dövrə aiddir? Neolit. Çünki oraq deyirəm orada artıq. Düzdür. Bəs Qobustan, həmçinin Qazağın Damcılı mağarası əsasında öyrənilən dövr? Mezolitdir. Düzdür. Bəs desəm ki, hansı dövrdə artıq evlərin döşəmələrinə həsrlər salınırdı? Həmçinin ölülər də dəfn edərkən üzərinə oxra səpirdilər. Eneolit. Düzdür. Mikroritləri dedik. Buradan